Salam dostlar. Bugün sizə alman dilində çox vacib olan können modal feilini izah edirəm. Birinci başlayırıq mənası ilə. Können modal feili bacarmaq, yəni bir işi edə bilmək deməkdir. Məsələn, sən deyirsən ki, mən üzə bilirəm. Mən üzə bilirəm. Təbii ki, bunu almanlar da belə deyir. Deyirlər ki, ich kann schwimmen. Yəni burada sən öz bacarığını göstərirsən. Könnenin həmçinin mümkünlük bildirən mənası da var. Məsələn, biz bugün gedə bilərik. Biz bugün gedə bilərik. Düzdür? Təbii ki, bunu biz alman dilində də yaza bilərik. Wir können heute mənası bugün deməkdir. Gehen. Biz bugün gedə bilərik. Təbii ki, indi sizdən keçək modal feilinin təsrifinə, yəni şəxslər üzrə dəyişməsinə baxaq. Können modal feilinin ilk öncə yazacağım şəxslər üzrə təsrifini. Şəxslərimiz hansılardır? Ich, du, er, sie, es, wir, ihr. Bir dənə balaca zimiz var təbii ki, bir dənə də yekə zi var. Yəqin ki, bunların da təbii ki, mənalarını bilirik. Ich, mən, du, sən, er, o kişi cinsi, zi, o qadın cinsi, es, o orta cins, wir, biz, ihr, siz 2 nəfər. Burada balaca zi onlar deməkdir. Böyük zi isə nəzakət formasında olan zidir. Bunları da təbii ki, şəxs onluqlarına görə dəyişə bilirik. Burada diqqət etdiyimiz məqam nədir? Deməli, ilk öncə yazıram. Ich-də olacaq kann, du-da olacaq kannst, er, sie, es-də olacaq kann, wir-də können, ihr-də könnt, təbii ki, zillərdə də olacaq können. Burada diqqət etməli olduğumuz məqam ich və er, sie, es üçün sadəcə kannın olmasıdır. Yəni, burada hər iki, yəni birinci şəxsin təki və üçüncü şəxsin təkində şəkilçinin olmamasıdır. Buna mütləq şəkildə diqqət etmək lazımdır. İndi isə gəlin sizlərlə bərabər keçək cümlə quruluşuna. Görək, ilk öncə nəqli cümlədə, daha sonra sual sözlü və sual sözsüz cümləsində necə olur? Gəlin baxaq, ilk öncə cümlə quruluşumuz olan nəqli cümləyə. Nəqli cümlədə söz sırası adətən belə olur. Mübtəda, üstə gələk modal feil, üstə gələk əsas feilimiz. Əsas feil. Deməli, bu zaman cümləni yazaq. Məsələn, deyirəm ki, mən alman dilində öyrənə bilirəm. Mən alman dilində üzr istəyirəm. Öyrənə bilirəm. İndi bunu almanca yazsaq. Ich kann Deutsch lernen. Həm Azərbaycan dilində, həm alman dilində yazıram ki, qeydlərinizi rahat bir şəkildə görəsiniz. Cümlədə
modal feil olduğuna görə bizim təsrifləndirməli olduğumuz feil də modal feil olacaq. Əsas feilimiz isə cümlənin ən sonunda məsdər formasında dayanacaq. Məsdər forması da yəqin ki bilirik. Biz lüğətdə sözləri necə öyrəniriksə, bu onun məsdər formasıdır. Yəni feilləri, istər feillər olsun, istər modal feilləri biz söz formasını öyrənərkən onu məsdər formasında öyrənirik. Əsas feilimiz oldu. Ləğnin cümlənin ən sonunda dayandı və heç bir dəyişiklik olmadı. Məsdər formasında dayandı. Modal feilimiz isə können oldu və ih şəxs əvəzliyinə görə təsrifləndi. Okey, biz nəqli cümləni izah etdik. Gəlin indi görək sual sözsüz sual cümləsində bu necə olur? Məsələn, ich kann Deutsch lernen-i mən keçirib sual cümləsi eləyirəm və onu başqa bir adama sual verirəm. Deyirəm ki, sən Alman dilində öyrənə bilirsən sual cümləsidir. Bilirsən, almanlar deyir ki, kannst du Deutsch lernen? Kannst du Deutsch lernen? Yəni, sən alman dilində öyrənə bilirsən. Bu zaman biz görürük ki, yenə əsas feilimiz cümlənin sonunda məsdər formasındadır. Sadəcə burada quruluş olaraq dəyişirik. Sual sözsüz sual cümləsində könneni keçiririk mübtədadan əvvələ. Yəni, burada struktur belə olur. Feil, üstə gələk mübtəda, üstə gələk əsas feil. Əsas feil. Təbii ki, bu mübtəda ilə əsas feilin arasına istədiyimiz qədər söz əlavə eləyə bilərik. Zaman əlavə eləyə bilərik. Fərqi yoxdur. Sadəcə struktur olaraq belədir. Yəni, sual sözsüz sual cümləsində mübtədadan əvvələ keçəcək feil. Burada da təsrifləndirilən tərəf modal feil olduğuna görə modal feilimiz mübtədadan əvvələ keçir. Bu oldu sual sözsüz sual cümləsi. Gəlin başqa birində yazaq. Sizin üçün daha yaxşı olsun deyə. Məsələn, deyirəm ki, o işləyə bilir. Məsələn, deyirəm ki, o işləyə bilir. Kann er arbeiten. O işləyə bilir. Yenə feilimiz, əsas feilimiz cümlənin sonunda məsdər formasında oldu və dəyişən isə modal feilimiz oldu və mübtədadan əvvələ keçdi. İndi gəlin sual sözsüz sual cümləsinə. Sual sözsüz sual cümləsini yazdıqdan sonra indi gəlin bərabər sual sözlü sual cümləsini də işləyək. Məsələn, sual sözlü sual cümləsində struktur belə olacaq. Deməli, sual sözü, üstə gələk modal feil, üstə gələk mübtəda, üstə gələk əsas feil. Əsas feil. Bu zaman bu quruluşa nəzərən yaza bilərik ki, məsələn, sən nə edə bilərsən? Deyirəm, sən nə edə bilərsən? Sən nə edə bilərsən? Düzdür? Bunu alman dilinə çevirsək, nə vasdır? Was
Machst. Machst du. Üzr istəyirəm. Burada təbii ki, edə bilərsən olduğuna görə können modal feilimiz gələcək. Was kannst du machen? Was kannst du machen? Burada machen etmək deməkdir. Du, sən, şəxs əvəzliyimiz, können modal feilidir, bilmək, bacarmaq. Və s. Was da nə deməkdir? Sual sözlü, sual cümləmiz hazırdır. Buradan da görürük ki, sual sözlü sual cümləsində görürük ki, sual sözü birinci yerdə gəlir. Ondan sonra mütləq şəkildə verməliyik təsrifləndirdiyimiz feili, yəni modal feilimizi. Mübtada xəbər isə öz yerində gəldi. Mən düşünürəm ki, modal feilimiz olan können feilində heç bir çətinliyiniz olmayacaqdır. Buna əlavə olaraq gəlin sizlə bir cümlədə əlavə yazaq. Məsələn, sən necə danışa bilirsən olsun. Sən necə danışa bilirsən. Sən necə danışa bilirsən. Bunu tərcümə eləyəndə wie, birinci sual sözümüz necə, wie kannst du sprechen. Sən necə danışa bilirsən. Bunu da təhlil edən zaman sprechen feilimiz danışmaq deməkdir. Danışmaq. Du, sən. Können, bilmək, bacarmaq. Wie də necə deməkdir. Mən düşünürəm ki, modal feilimiz olan können modal feilində heç bir çətinliyiniz yoxdur, heç bir çətinliyiniz qalmadı. Videonu dayandıraraq bütün qeydlərinizi götürə bilərsiniz. Qısaca bunu qeyd edeyim ki, können bacarmaq deməkdir, bilmək deməkdir, mümkünlük bildirir. Yəni siz bu işi bacardığınızı bildirirsiniz. Hər zaman buna diqqət etmək lazımdır. Əsas feilimiz cümlənin sonunda məsdər formasında dayanır. Bu birmənalıdır, qeyddir. Bunu mütləq şəkildə yadınızda saxlayın. Mən düşünürəm ki, bu videodan sonra können modal feilinə aid heç bir çətinliyiniz qalmayacaq. Əgər video xoşunuza gəldisə, təbii ki, bəyənməyi, abunə olmağı və alman dili öyrənən dostlarınızla da paylaşmağı unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə deyib sizinlə sağollaşıram. Hələlik.